Hər kəsə salam. Bugün sizlərə şokoladsız, amma şokolad tadında çox möhtəşəm desert hazırlayırıq. Qazan çaya şəkər tozu, unu, nişastan və 1 litr sütü əlavə edib topaq qalmayana dək qarışdırırıq. Nəzərinizə çatdırım ki, mən qarğıdalı nişastası əlavə etdim. Nişasta yoxdursa, unla əvəz edə bilərsiniz. Qazanı ocağa qoyuruq. Bam odda kütlə qatlaşıb qaynayana dək qarışdıraraq bişiririk. 1-2 dəqiqə qaynadıqdan sonra ocaqdan götürürük. Üzərinə kərə yağı və vanilin əlavə edib yağ əriyənə dək qarışdırırıq. Uyğun bir qabı soyuq su ilə isladırıq. Kütləni əlavə edib əvvəl otaq şəraitində ilıq olana dək, ardından tamam soyuyana dək soyuducuda gözlədirik. Servis zamanı qabı boşqabla örtüb tərs çeviririk. Üzərinə kakao səpib dilimləyirik. İçərisində şokolad olmasa da dadı tam şokoladlı desert kimidir. Çox ləzzətli olur. Hazırlayacaq olan hər kəsə nuş olsun.